Esselamu aleykum bizi izleyenler ve hürmetli hemkarlarım. Bizim kanalımızda gri kondisionerinin pultunun istifade qaydası vardır. Ama bu başka bir gri kondisionerinin pultudur ve biz bugün size onun istifade qaydasını izah edeceğiz. Pult bir qədər böyük olduğuna göre hatta ekrana sığışmır, ama biz inşallah indi bu videonu çəkəcəyik. Bu demək kondisionerin on-off düyməsidir. Hal-hazırda sönülü vəziyyətdədir. Bu düyməni basırıq və klimamız işə düşür. Bundan başqa burada iki düymə var. Bu temperaturun qaldırılması, bu isə aşağı salınması üçündür. Bu kondisionerlərdən və ümumiyyətlə bütün kondisionerlərdə ən önəmli düymələrdən biri mod düyməsidir. Yəni bu mod düyməsinin köməyi ilə biz rejimləri dəyişirik. Hal-hazırda biz burada belə bir üçbucaq işarəsi görürük. Bu da kondisionerin avto rejimdə olmasının əlamətidir. Biz mod düyməsini basırıq və gördüyümüz kimi burada bir qar dənəsi işarəsi gəlir. Bu da kondisionerin soyutma rejimində olması anlamına gəlir. Soyutma rejimində biz deməli temperaturu 22-24 dərəcə arasında ayarlayırıq. Burada deməli fan düyməsinin yardımı ilə biz deməli fanın sürətini seçə bilərik. Yəni ventilatorun sürətini seçə bilərik. Ventilatorun burada deməli 4 sürəti var. Bu ən aşağı sürətdir. Bir daha basırıq orta sürət, bir daha basırıq böyük sürət, bir daha basanda avto sürət gəlir və soyutma rejimində siz istədiyiniz sürəti seçə bilərsiniz və heç bir problem yoxdur. Amma yataq otağında kondisionerin səsinin sizin narahat etməməsi üçün biz sizə ən aşağı sürətə qoymağınızı tövsiyə edirik. Mod düyməsini bir daha basdıqda burada demək ki bir neçə su damlası işarəsi görünür. Bu da deməli kondisionerin qurutma rejimi, yəni nəmin azaldılması rejimidir. Bu funksiya sayəsində evdə olan nəmin miqdarını biz azalda bilirik. Bu funksiya ən az istifadə olunan funksiyalardan biridir. Bir daha mod düyməsinə basanda burada bir ventilator işarəsi gəlir və bu ventilator işarəsi o deməkdir ki, kondisioner sadə bir ventilator kimi çalışacaqdır. Bu da ən az istifadə olunan rejimlərdən biridir. Bir daha mod düyməsini basırıq. Burada günəş işarəsi gəlir. Bu kondisionerin isitmə rejimidir və bu isitmə rejimində biz temperaturu 27 ilə 30 dərəcə arasında ayarlayırıq. Burada ən önəmli isitmə rejimində ən önəmli məsələlərdən biri, biz bunu bütün demək olar ki videolarımızda deyir, ən önəmli məsələlərdən biri fanın sürətinin avto rejimə qoyulmasıdır. Bunu necə edirik? Fan düyməsini basırıq, aşağı sürət, orta sürət, yuxarı sürət və burada bir avto sözü görünəndə bu o deməkdir ki, kondisionerimiz artıq ventilator avto rejimindədir və bu halda ventilatorun sürətini mikroprosesor idarə etdiyinə görə kondisionerin daha verimli işləməsi gözlənilir. Eyni zamanda da kondisionerin çöl hissəsinin donması prosesi yalnız temperatur sıfıra yaxınlaşanda baş verəcəkdir. Bir daha mod düyməsini basanda biz avto rejimə keçirik. Avto rejimində deməli temperatur daimi 24 dərəcə səviyyəsində saxlanılır. Əgər bu temperaturdan aşağı düşərsə kondisioner isitmə rejimində, yuxarı qalxarsa isə soyutma rejimində çalışacaqdır. Bir daha mod düyməsini basırıq və yenidən soyutma rejiminə qayıdırıq. Soyutma rejimində burada deməli biz indi sizə əsas rejimləri izah etdik. Yəni insanların əksəriyyəti bu rejimlərdən istifadə edir. Amma bəzi rejimlər də yəni var ki, biz də onları sizə indi izah edəcəyik. Soyutma rejimində tutaq ki, biz bilmədən və yaxud bilərəkdən gecə temperaturu 21 və yaxud 22 dərəcə ayarlamışıq. Bu halda biz sizə burada bir slip düyməsi var. Bu slip düyməsini basmağınızı biz sizə tövsiyə edirik. Slip düyməsini basanda burada bir ay işarəsi və ayın yanında da ulduzlar görünür. Bu da nə deməkdir? Bu o deməkdir ki, kondisionerimiz təxminən 2 saatdan sonra demək ki, temperaturu 23 dərəcəyə qaldıracaq. Bir neçə saatdan sonra 24 dərəcəyə qaldıracaq və dolayısıyla bizim bədənimizin aşırı soyuması hadisəsi baş verməyəcək, yəni inşallah xəstələnməyəcək. Burada bir swing düyməsi var. Bu swing düyməsi, bu demək slip rejimindən çıxmasını yenidən bunu basıb çıxırıq. Burada bir swing düyməsi var. Swing yəni jalüzlərin yuxarı və aşağı hərəkət elətdirilməsi və hər hansı bir vəziyyətdə dayandırılması. Bu düymənin köməyi ilə burada demək həmən işarə gəlir
Və biz burada deməli onun köməyi ilə istədiyimiz istiqamətdə onu dayandıra bilirik. Burada daha hansı maraqlı düymələr var? I feel düyməsi çox maraqlı bir funksiyadır. Biz bilirik ki, bəzi vaxt biz tutaq ki, evimiz böyükdür və kondisioneri məsələn 23 dərəcəyə ayarlamışıq, amma görürük ki, qoyduğumuz termometr kondisioner 23 dərəcə ayarlanmasına baxmayaraq, məsələn termometrimiz 24,5 dərəcə görkəzir. Yəni kondisionerin yanında 23 dərəcə temperatur var, amma aşağıda yox. Bu zaman nə edə bilirik biz? I feel düyməsini basdıqda burada belə bir işarə gəlir. Bu da o deməkdir ki, indi temperatur kondisioner vasitəsilə deyil, pultun vasitəsilə ölçüləcək. Yəni əgər biz pultu belə qoymuşuqsa, o zaman pult orada olan temperaturu ölçəcək və bizə deməli kondisionerə xəbər verəcək. Amma bir şərtlə ki, pultla kondisioner arasında olan məsafə 7 metrədən çox olmasın. Bir daha basıb bu rejimdən çıxırıq. Swing rejimindən də çıxırıq. Bundan başqa hansı düymələr var burada? Burada deməli turbo düyməsi var. Turbo düyməsini basanda burada bir güclü ventilator şəkli gəlir və bu da o deməkdir ki, deməli kondisionerimiz təxminən 15 dəqiqə ərzində ən böyük sürətdə işləyəcək və bundan sonra bir əvvəlki rejimə qayıdacaqdır. Külək yəni ən böyük sürətlə işləyəcək və soyutma da daha intensiv gedəcəkdir. Təzədən basıb oradan çıxırıq. Burada bir light düyməsi var. Light düyməsinin köməyi ilə biz kondisionerin üzərində olan işığı yandırıb söndürə bilirik. Yəni turbo düyməsinin yanında bir light düyməsi var. Burada pult o qədər böyükdür ki, bəzi vaxt ekrana sığmır, amma mən sizə hamısını göstərirəm. Light düyməsini basdıqda kondisioner üzərində olan işıq ya yanır, ya sönür. Yəni həm yandırıb, həm də söndürmək olur. Burada işarəni biz görürük. Wi-Fi işarəsi deməli ki, biz basdıqda burada Wi-Fi işarəsi gəlir. Bunun üçün xüsusi modul olmalıdır. Yəni həmin kondisionerin özündə yəni bu Wi-Fi olmalıdır. Yəni əgər burada Wi-Fi işarəsi varsa, bu o demək deyil ki, bütün modellərdə Wi-Fi olacaqdır. Bundan başqa burada bir temp düyməsi var. Bunu basdıqda bu küçədə olan temperatur, bu evdə olan temperatur, daha doğrusu bu küçədə olan temperatur, bu isə evdə olan temperaturu ölçür. Bundan başqa burada bir clock düyməsi var. Biz indi demək saatı qurmaq üçün bu clock düyməsini istifadə edirik. Basırıq və bundan sonra bunların düymənin köməyi ilə məsələn deyək ki, saatımızı ayarlayırıq. Məsələn deyək ki, indi saatımız 13:30'dur. Bunu ayarladıqdan sonra yenə də clock düyməsini basırıq. Artıq saatımız 13:30'a ayarlanmışdır. Bu nə üçün edilir? Yəni biz bilirik ki, saatın edilməsinin mütləq bir səbəb olmalıdır. Çünki bizim demək evimizdə çoxlu miqdarda saat var. Amma buradakı saat onun üçündür ki, biz bu saatın yardımı ilə timer funksiyasını işə sala bilirik. Məsələn, bizə lazımdır ki, bizim kondisionerimiz deyək ki, 14:00'da deyək ki, 14:14'da kondisionerimiz işə düşsün. Və biz burada 14 olanda 14 timer onu bastı. Və göründüyü kimi artıq bizim timerimiz 14:00'a deməli ayarlanmışdır. Və yaxud istəyirik ki, kondisionerimiz mesela 15:00'da sönsün. Bu zaman timer düyməsini basırıq və burada 15:00'ı yığırıq. Bundan sonra timer off düyməsini basırıq. Və beləliklə bizim həm timer deməli bizim kondisionerimiz elə bil ki, günorta saat 2'də işə düşəcək, günorta saat 3'də sönəcəkdir. Bu funksiyaları ləğv etmək üçün hər iki düyməni təzədən basmaq lazımdır. Burada başqa düymə də var. Bu düymə deməli nə üçündür? Bu düymə yəni maraqlı bir düymədir. Yəni təmizləmə rejimidir. Bundan başqa həm demək təmizləmə, həm sağlamlığımızın güya qaydına qalır. Bir daha basırıq həm təmizləmə, həm sağlamlıq məsələsi və bundan sonra onlar itir. Yəni bunlar çox da önəmli düymələr deyildir, amma istehsalçı qoyduğuna görə biz onları da sizə izah edirik. Amma bəzi maraqlı məqamlar var. Məsələn, bu qri kondisioneri
Amerikada da satılır və bu səbəbdən də burada belə bir funksiya qoyulur ki, mod düyməsi ilə bu düymə eyni zamanda basıldıqda, demək, kondisioner sönümlü olduqda, mod düyməsi basıldıqda, sönümlü olduqda, mod düyməsi ilə temperatur aşağı düymələr basıldıqda Fahrenheit temperatur şkalasına keçir. Yenidən Celsius şkalasına qayıtması modula həmən düymə basılır və Celsius şkalasına qayıdılır. Bundan başqa hansı düymələr var? Yəni, burada müxtəlif funksiyalar var. Məsələn, biz eyni zamanda əgər plus minus düymələrini basarıqsa, o zaman burada bir kilit işarəsi gəlməlidir. Bu da o deməkdir ki, artıq kondisionerin heç bir düyməsi çalışmayacaqdır. Bu da orada göstərir ki, hal-hazırda bizim kondisionerimiz kilit vəziyyətindədir və bu səbəbdən də heç bir düymə işləmir. Bunu aradan qaldırmaq üçün eyni düymə təzədən basılır, saxlanılır və onlar aradan qaldırılır. Bu kondisionerin demək pultunda başqa alt funksiyalar da var. Məsələn, əgər biz fan düyməsini basıb 2 saniyə saxlayarıqsa, o zaman burada X-fan deyilən bir funksiya işə düşür. Bu da nə deməkdir? Kondisioner soyutma rejimində dayandıqda təxminən 10 dəqiqə ərzində işləyəcək və demək, buxarlaşdırıcının üzərində yığılmış suyu buxarlandıracaqdır. Bu da ən az istifadə olunan rejimlərdir. Buradan çıxmaq üçün yenidən bu düyməni basırıq və oradan çıxırıq. Daha bir kombinasiya var. Temp və clock düymələr eyni zaman basıldıqda kondisioner demək, enerjiyə qənaət edərək işləyir. Bu da yəni, bu əsasən enerjiyə qənaət edən kondisionerlər invertor tiplidir. Belə kondisionerlərdə sadəcə ventilator yavaş fırlanır və soyutma az aparıldığına görə təbii ki, bir qədər enerjiyə qənaət edilir. Yenidən orada çıxmaq üçün eyni düyməyə basırıq. Burada daha bir funksiya var. Əvvəlcə biz demək isitmə rejiminə keçidirik. İsitmə rejiminə keçdikdən sonra yenə də temp və clock düymələri eyni zamanda basırıq və burada ekranda belə bir şey gəlir. 8 dərəcə. Bu nə deməkdir? Yəni, tutaq ki, bizim hər hansı bir bağ evimiz var və bağ evində istəmirik ki, evin içində olan temperatur 8 dərəcədən aşağı düşsün. Çünki 8 dərəcədən aşağı temperatur evdə divarlarda olan aboylara, kağızlara biraz mənfi təsir edə bilər deyə. O zaman biz kondisioneri bu rejimə keçidirik və kondisioner zaman-zaman az-azıq işləyir və evin temperaturunu 8 dərəcə arasında saxlayır. Buradan çıxmaq üçün yenidən bu düyməni basmaq lazımdır. Ümumiyyətlə, biz video çox uzun olmasın deyə bütün yəni, düymələri izah etmirik. İstəyənlər baxa bilər. Bunun üçün burada məsələn yazılıb YAA1FB6. Bunu yazıb, yəni servis manuel yazısı və bundan sonra o ingilis dilində bütün demək, o funksiyalar gəlir. Biz 5 dildə rahat danışa bildiyimizə görə 5 dildə kanalımıza video çəkirik və pultların videosunu sizə sunuruq. Halal xoşunuz olsun. İstərdik ki, daha çox insanlara xidmət edək. Bizi axıra qədər izlədiyinizə görə təşəkkürümüzü bildiririk. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.